son 2 ildə kripto bazarı sürətlə aşağı gedir. Likvidlik çəkilib gedir. Hamı pərişandır. Batırıq. Sizcə bu işlər düzələcəkmi? Ümumi olaraq investisiya bazarı o həddə gəlib çatıb ki, artıq böyük fondlar, böyük hedge fondlar, böyük şirkətlər də artıq bu sahəyə yatırımlar edir. Və keçən dəfə bizim danışdığımız məsələ odur ki, sadəcə trade, pul qazanmaq yolu deyil. Yəni Əlbəttə. biz bu gün indi insanlar düşünür də Bitcoin-i alaq yoxsa mən misal üçün Bitcoin həyatım boyu 6 ildir bu sahədəyəm. Həyatım boyu mənim hansısa bir janın keçmiş tarixçəsində Bitcoin alındığını görə Mən həmişə alıram. Orada mən razı deyiləm, mən həmişə alıram. Mən almıram, çünki Bitcoin-in 50 mindən misal üçün 150 minə getməyi 3x deməkdirsə, 3 qat artımdırsa, misal üçün AVAX-ın 6-dan 100-ə getməyi artıq 20-yə yaxın x deməkdir. Mən daha çox profitli işləri sevirəm. Təbii ki, kripto bazarında zamanında biz 21-ci illərdə daha çox trade eləyəndə o x-lər havada uçuşurdu da. Biz otururduq, misal üçün trade eləyəndə. Ya o bazarın yenidən gəlməsi mümkün deyil. Belə Sən nə düşünürsən? Mən elə fikir. ya o 21-dəki bazarın yenidən qayıtması mümkün deyil. İndiki dövrdə də böyük şirkətlər, texnoloji gigantlar öz səhmlərini bazara gətirir deyə. Yəni adam SpaceX-i qoya-qoya niyə gedib məsəl üçün adı alsın?